hovuzun betonun korroziyası haqqında məlumat verəcəm. Betonun korroziyası dedikdə betonun çartlaması, yumşalması və içərisindəki olan metal konstruksiya, armaturun paslanma prosesidir. Bunlara səbəblər var. Birinci səbəb fiziki təsirlərdir. Çöldən, torpaq səthindən betona yaxınlaşan nəm və digər amin turşular və yaxud digər ionların betonun səthinə təsir etməsi, qışda donma və açılma prosesində betonun çöl tərəfindən artıq çatların başlanması prosesidir. İkinci növbəli məsələ betonda kimyəvi korroziyanın birinci növünə daxildir. Bildiyimiz qədərilə beton istehsalı zamanı kalsium hidroksiddən istifadə olunur. Kalsium hidroksid əgər çöldən beton hər hansı təsirlərdən qoruyucu önləm görülməyibsə, kalsium hidroksidlə amin turşular reaksiyaya girir və betonu çöldən korroziyanın kimyəvi mərhələsinin birincisini başlatmış olur. İkinci növ kimyəvi korroziya isə havada olan CO2-nin betonun çöldən olan təsirlərini artırır və betonda artıq korroziya prosesinin digər səbəbi baş verir. Ən axırıncı məsələ isə özəlliklə də dəniz kənarı yerlərdə və torpaqda duzların, amin turşuların, ionların üstünlük təşkil etdiyi torpaq sahələrində çöldən ionların hovuzun betonuna daxil olur. Su ilə də reaksiyaya girdikdə artıq betonu çöl hissədən çürütməyə başlayır. Bu da artıq armaturlara keçir və armaturlar da beləliklə pas tutur. Pas tutmuş armatur isə artıq ağırlıq, qaldırıcılıq qüvvəsini itirir və bir yerdən sonra betonda çatlamalar başlayır. Hansı ki, onda növbəti şəkildə mən sizə izah edəcəm.